Hər vaxtınız xeyir. Sudoku izahına baxırıq. Burada şərt bizə necə verilir? Hansı formada qeyd olunur? Bu sualları işləmək üçün hansı yollardan istifadə edirik? Daha rahat işləmək üçün nə etməliyik? Bunlara nəzər yetirəcəyik. Şərt bu formada verilir ki, cədvəlin xanalarında hərflər, təbii ki, hərf qismində rəqəm ola bilər, simvol ola bilər, fiqur ola bilər və s. Elə yazılmalıdır ki, hər bir sətirdə və hər bir sütunda, həmçinin tünd xətlərlə hüdudlanan blokda heç bir simvol təkrarlanmasın. Bu şərtə uyğun sualın yerinə hansı simvol yazılmalıdır, bunu tapmalıyıq. İndi birinci suala nəzər yetirək. Bu deməkdir ki, şərtə əsasən birinci şərti aydınlaşdıraq. Bu məsələ cədvəlin bir sətridir. Bu sətr daxilində mən 1-dən 5-ə qədər ədədlərin hər birini təkrarsız formada yazmalıyım. Yəni cədvəlin daxilini elə doldurmaq lazımdır ki, orada nə olmasın? Təkrarlanan hərflər olmasın. Eyni zamanda sütun üzrə baxıram. Bu sütun üzrə də məsəl üçün daxildə 1 var, 3 var. 2, 4 və 5 ədədlərini mən bura yazmalıyım. Təkrarsız formada. Eyni zamanda sadəcə sətr və sütun deyil, bütün rənglərlə işarələnmiş bloklarda da mən həmin qaydanı gözləməliyəm. Məsələn, bu bir blokdur. Bunun daxilində 1, 3, 4 var. 2 ilə 5 yazılmalıdır. Bu formada həll edirik bunu da. Bu sualları həll edəndə daha rahat, daha tez tapmaq üçün nə etməliyik? İlk öncə sualın yerinə yazıla biləcək ədədlər yox da, bəzən yazıla bilməyəcək ədədlər əsasında gedəndə daha rahat tapırıq. Məsəl üçün, bu sualın sətrində 3 varsa, mən artıq bura gətirib 3 yaza bilmirəm. Sütununda 2 varsa, bura 2 də yaza bilmirəm. Deməli, avtomatik 3 və 2 getdi. Daha sonra daha çox dolu olan xanalarla işləmək bizə kömək olur. Çünki orada daha az rəqəm çatışmır və onları da çatışmayanları tapmaq daha rahat olur. Məsəl üçün, baxıram bu bloka. 1, 3, 4 var. 2 ilə 5 çatışmır. Mən 2-ni buraya yaza bilmirəm, çünki sətrində 2 var. Onda belə çıxır ki, 2-ni mən gətirib bura, 5-i də bu hissəyə yazmalıyım. Bu sətrə baxıram. 1, 2, 3, 4 var. Mən bura 5 yazmalıyam. Növbəti nəyə baxmaq lazımdır? 2, 5 bu blokun daxilində. 4, 5, 2, 1 və 3 var. 1-i bura yaza bilmirəm, ona görə 1-i bura yazmalıyam. 3-ü də bura. 1, 4, 2, 3, onda bu tərəfə 5 də gəldi. Mən sualın yerinə 5 də yaza bilmirəm, çünki blokunda 5 var. Blokda çatışmayan sadəcə 1 və 4-dür. Yəni, bura ya 1-dir, ya da 4-dür. Nəzər yetirsək əgər, mən 1-i hara yazmalıyam? Bura yaza bilmirəm, bu blokun daxilində. Bura yaza bilmirəm, sütununda 1 var. Bura da yaza bilmirəm, sütununda çünki 1 var. 1-i bura yazmalıyam. Ona belə çıxır ki, sualın yerinə heç 1 də yaza bilmirəm. Nə yazmalıyam? 4 yazmalıyam. 4-ü bura yazıram, 1-i də bura yazıram. Yəni, cədvəli bütövlükdə doldurmadan da sualı tez bir zamanda tapmaq olur. Keçib cədvəli doldurmaq olar. Baxıram bu sütuna. 1, 4, 5, 2 varsa 3 çatışmır. Bu sətirdə 1, 5, 3, 2, burada 4 çatışmır. Bu sütun üzrə baxsam 3, 1, 4, 2, burada 5 olacaq. Bu sətr üzrə baxsam 3, 4, 5, 1, 2 olasıdır. Burada çatışmayan 4-ü yazıram. Yəni, cədvəli bütövlükdə doldurmaq da mümkündür. Sadəcə bizə ən qısa zamanda işləmək üçün müxtəlif ipuçlar var. Onlar əsasında gedəndə daha rahat tapırıq. İkinci suala nəzər yetiririk. Baxırıq ki, cədvəlin daxilində çox az sayda rəqəm verilir. Belə olan halda da cədvəli tamamilə doldurmaq mümkündür. Təbii ki, sadəcə cədvəli bütövlükdə doldurmadan sualın yerinə düşə biləcək ədədi tapmağın çox az rəqəm verilən hallarda çox rahat bir yolu olur. Məsəl üçün, bunun yerinə yaza biləcəyim və ya bilməyəcəyim rəqəmlər üzərindən getsəm, İlk öncə bunu görürəm ki, 2 yaza bilmirəm, 2 yaza bilmərəm, 3 yaza bilmirəm. Çünki sətr və sütununda eynidir. Növbəti mən nəyə baxıram? Burada 4-ü yaza biləcəyim yer axtarıram. Mən 4-ü bu bloka nəzər yetirsəm, sual buradadır. Bunun üzərindən gedək. 4-ü bura yaza bilmirəm, sütununda var çünki. Burada yaza bilmirəm. Eyni zamanda 4 burada var deyə mən burada 4 gətirib yaza bilmirəm. Bu blokun daxilində 4 dənə yerə 4 yaza bilmirəmsə, 4-ü yaza biləcəyim yeganə yer buradır.
Və bununla da rahatlıqla tapılır ki, sualın yerinəməsi nə olmalıdır? 4 olmalıdır. Cavab 4 olur. Sonra hərflər olanlardan birinə baxaq. Məsələn, X, Y, Z, T, U, V. Məsəl üçün bu yazılmalıdır. Burada yenidən sualın yerinə baxıram, bu blokdadır sual. Nə yaza bilərəm, nə yaza bilmərəm. Deməli, sütununda T var, T-ni yaza bilmərəm. Sətrində V var, Y var, X var. X getdi, Y getdi, V getdi. V yoxdur zaten, Z və U qaldı. Görək Z və U-dan hansını bura yaza bilərəm. Baxıram mən bunlara. T, Z, U, V. X və Y qalıb. Y-i bura yaza bilmirəm, çünki altında Y var, eyni blokda. X-i bura, Y-i bura yazmalıyam. Növbəti X və Y. U-nu bura yaza bilmirəm. Baxın bir dənə. U-nu bura yaza bilmirəm. O, bu sətirdə U olmalıdır da. Onda U-nu hara yazım? Gətirib sualın yerinə yazmalıyam. Məhz sualın da yerinə düşəcək U. Yəni bu formada bütövlükdə cədvəli doldurmadan belə tez qısa bir zamanda stokunu tapmaq mümkündür. 6. Altta cədvəl bir qədər böyük görünür. Bu tip cədvəllərdə də yenə eyni prinsiplə gedirik, cədvəli doldurmağa çalışırıq. Başlayacağım yer həmişə hərfin, rəqəmlərin daha çox olduğu yerdir. Eyni zamanda sualın yerinə nə yaza bilmərəm, ona baxaq. 8 yaza bilmirəm, 5 yaza bilmirəm, 6 yaza bilmirəm. Çünki sətrində var və blokunda var. 6 və 5 getdi, 8 də variantda yoxdur. Baxıram daha çox rəqəm olan bloka. Baxın, məsəl üçün bu bloka. 3, 5, 8, 6 var. 4 ilə 7 çatışmır. 7-ni mən bura yaza bilmirəm. Onda 7-ni bura yazmalıyam. 4-ü də bura. Sonra baxıram, məsələn, bura. Bu bloka. 5, 8, 7 var. 3-ü mən sətrində var deyə bura yaza bilmirəm. 3 burada var deyə bura yaza bilmirəm. 3-ü hara yazmalıyam? Avtomatik bura. 3, 8, 7, 6. 5 və çatışmayanımız nədir? 4. Deməli, 5-i bura yazmalıyam. 4-ü də bura yazmalıyam. Çünki bura 5 yaza bilmirdim. Sətrində var. 4, 5, 6. İndi həmin mən bu blokda 3-ün yerini axtarıram. 3-ün yerini. 3-ü bura yaza bilmirəm. Çünki sətrində var. 3-ü bura da yaza bilmirəm. Burada var. Blok daxilində 3 dənə boş yerdən ikisinə 3 yaza bilmirəmsə, deməli yerdə qalana 3 yazmalıyam. Sualın da yerinə olur 3. Doğru cavab A. Bu birislərdə də yenə eynidir. Məsələn, qarışıq blok. 9-a baxaq. 9-da. Yenə də nəyə baxıram? Sualın yerinə yaza bilib bilməyəcəyim ədədlərə. Burada, məsələn, bu bloka baxıram. Sualın olduğu bloka. Sətrində 1 var, 2 var, 3 var. Ona görə 1, 2, 3-ü yaza bilmirəm. Bunlar zaten getdi. İndi mən onun yanında verilən blokda 6-nı görürəm. Bu 6-nı mən bu blokun daxilində, qarşı blokda aşağılara yaza bilmirəm. Eyni zamanda, bir dənə baxın, burada sütunda da 6 var. Burada 6 varsa, burada 6 ola bilməz. Çünki sətr sütun üzrə təkrarlamamalıdır. Onda mən 6-nı 4 boş yerdən 3-ünə yaza bilmirəmsə, yerdə qalana yazmalıyam. Elə bizdən də sualın yerini soruşurdu. Biz cədvəldə sadəcə bir dənə 6-nın yerini tapmaqla cavabı da tapmış olduq. Deməli, sualın yerinə olacaq 6. Hər birini həll etməyin mütləq ki, bir ipucusu olur. Blok formasında veriləndə də yenə eynisini edirik. A, B, C, D, Y, F hərflərini yazmalıyam. Çoxluq bu bloku görürəm. Məsələn, A, Y, B, F. C və D qalıb. D-ni bura yaza bilmirəm. Onda D-ni bura yazaram, C-ni də bura yazaram. Növbəti. B-ni mən bura yaza bilmirəm. Amma bu süturda B də olmalıdır. Ya buradadır, ya burada B olmalıdır. Mütləq şəkildə. Növbəti keçirəm bu bloka. Dolu gördüyüm bloka keçirəm həmişə. F, D, C, Y. A və B-nin yeri qalıb. A-nı bura yaza bilmirəm. Onda A-nı bura yazıram. B-ni də bu hissəyə yazıram. Artıq mən
sualın yerini avtomatik tapa bilirəm. Çünki mənim bu sətr sütunumda E, D, A, F var. B ilə C çatışmır. C-ni də bura yaza bilmirəm deyə bura yazmalıyam. B-ni də həmçinin yuxarı yaza bilmirəm deyə aşağı yazmalıyam. Yəni sualın yerinə nə oldu? Sualın yerinə B olmuş oldu. Həmçinin o B-ni daha rahatlıqla da tapmaq olardı. Siz necə? Bu hissədən. Düzdür, bəzən görmək olmur, amma işlədikcə daha rahat görünür. B-ni bu sətr sütundadır deyə mən bura yaza bilmirəm. Eyni zamanda burada bir B var deyə bu hissələrə də B yaza bilmirəm. Yəni B-ni yaza biləcəyim bu iki dənə yer qalır ancaq. O baxımdan düşünürük. Bu tərəfə də biz bayaq B yazdıq. Burada dedik A var deyə A-nı bura, B-ni bura yazdıq. Artıq B-ni bura yaza bilmirəm deyə gətirib avtomatik bura yazmalıyam. Yəni istənilən formada baxanda cavabı almaq mümkündür. 13. 13-də də blok daxilində rəqəmlər az sayda verilir. Yenə də blokun daxilində olduğundan bunun daxilinə yaza biləcəyim və bilməyəcəyim rəqəmlərə baxırıq. Bura 1 yaza bilmirəm, 3 yaza bilmirəm, 5 də yaza bilmirəm. Ona görə 5, 3 və 1 getdi. 2 və yaxud da ki 4 olmalıdır. Ona baxmalıyam. Daha çox rəqəmləri dolu olan blokdan başlamaq sizə çox kömək olur. Məsələn, bu blokda sətrində 5 var deyə 5-i buralara yaza bilmirəm. Onda 5-i yazmalıyam bura. Həmçinin bu sütun üzrə 4 olmalıdır. Amma mən 4-ü bu tərəflərə yaza bilmirəm. Çünki blokunda 4 var da. Onu 4-ü avtomatik gətirib bura yazıram. Bu blokun daxilində çatışmayan hansı oldu? 1, 2, 3, 4, 5 çatışmayan oldu 6. Bunu yazandan sonra eyni zamanda sətirdə nə olmalıdır? 1, 2, 3, 4, 5 və 6 yazılmalıdır da. 5-i mən bura yaza bilmirəm. Onda 5-i bura yazmalıyam. 6-nı da bura. Burada çatışmayan 4, 3, 5, 6, 2 qaldı. Onda mən 2-ni də yaza bilmirəm. Avtomatik cavabım 4 çıxır. Yenə də gəlin baxaq. 3, 2, 1. 5-i hara yazmalıyam? Baxın, məsəl üçün mən 5-i buralara yaza bilmirəm. Çünki sətr sütununda 5 var. Həmçinin burada da 5 var deyə 5-i burada yaza bilmirəm. Onda avtomatik 5-i yazmalı olduğum yer buradır. 3, 5, 2, 1 çatışmayan 4 ilə 6-dır. 4-ün də sütununa 4 yaza bilmərəm deyə bura 6 yazıram, burada 4. Bizdən də sualın yerinə yazılacağı soruşurdu. O da olur 4. 15. 15-də sualın yerinə yazılacaq ədədi axtarırıq. Bu ədəd təbii ki 3 ola bilməz. 1 ola bilməz. Eyni zamanda burada 4 var deyə 4-ü mən burada heç bir yerə yaza bilmirəm. Deməli, bu hissələrə 4 yaza bilmirəmsə və 4 həmçinin burada yazıla bilmirsə, ya burada nə olmalıdır? 4 olmalıdır. İndi cədvəlimizi doldurmağa çalışaq. Görək nə edə bilərik. 1, 5, 2, 4 qalıb. Nə çatışmır? 3 ilə 6. Təbii ki, mən bura 6 yaza bilmərəm. Blokumda 6 var. 3-ü bura yazıram. 6-nı da bura yazıram. Bu sütunda 1, 5, 3, 4. 2 və 6 çatışmır. 2-ni bura, 6-nı bura yazaram. 1, 5. Mən 3-ü bu hissələrə yaza bilmirəm. Çünki sətrində 3 var. Onda 3-ü gətirib bura yazaram. 4, 6, 3, 5, 1. Burada 2 yazmış olarıq. Artıq sualın yerinə 2 də yaza bilmərəm. Burada nə qaldı bəs? 2, 3, 4, 6, 1 və 5 qalıb. 1 və 5-in də yerini hələ ki tam təyin edib bilmirik. Növbəti bura nə yazıla bilər? Görürəm ki 4 ya bu hissədən bir yerdən yazılmalıdır. Həmçinin də yuxarı hissədə bu hissələrə nə yaza bilərəm ona baxın. 2, 3, 4, 5, 1 və 6 qalıb. 6-nı bura yaza bilmirəm deyə 1-i bura yazıram. 6-nı da bura yazıram. Avtomatik 1-i yaza biləcəyim yer yuxarı blokda hara düşür? Yuxarı blokda 2 dənə boş yer var. 1-i bura yaza bilmirəmsə 1-i bura yazmalıyam. 1, 2, 3, 4, 5 və 6 qalıb. Baxın, bu hissəyə yaza biləcəyim. 5-i 1, 2, 3, 5, 4 və 6 qaldığına görə həm də burada 6 var deyə
Mən bura gətirib 6 yaza bilmirəm, 4 yazıram. 6-nı da bura yazıram. 1, 2, 3, 6, 4 və 5 qalıb. 4-ü bura yaza bilmədiyimə görə 5-i bura yazıram, 4-ü də bura yazıram. Və sualın yerinə 4 tapmış oluruq. Avtomatik GGM buna uyğun olaraq cədvəli doldurub qalanlarını da tapmaq mümkündür. Artıq sualı minimal vaxtda bizə tapmaq lazımdır deyə ən qısa yollardan tapmağa çalışırıq.